Bu testimiz to be'nin formalarına aiddir. Demişdik ki to be'nin indiki zamanda 3 forması var. Am, is, bir de are. Bu testlər isə qarışıqdır. Keçmişdə isə 2 forması var idi. 1 was, bir də were. Deməli, bizim təkdə olan to be'nin formaları am, bir də is idi. Are isə cəmdə idi. Keçmişdə isə was təkdə işlənəcək, were cəmdə işlənəcək. İndi 41-ci testə baxırıq. Görürük ki, burada mənim dostum və məndən söhbət gedir. Həm də cümlənin sonunda nə var? Yesterday, dünən, abəndi. 42. Keçən il görürəmsə, cümlənin əvvəlidirsə, nə etməliyəm? Birinci mənim ağlıma gələcək elə cəbəndi was. Çünki nədir? Keçən ildən söhbət gedir. Keçən Tedin 14 yaşı var idi. Amma indi isə, yəni bu il isə 15 yaşı var. Bu ildən söhbət gedirsə he is, yəni to be'nin indiki forması. Sonra 43-ə baxırıq. 43. Deyir ki, Robert uşaq olanda, yəni when varsa artıq keçmiş zamandan söhbət gedir. Was düşünəcəyik. O itlərdən qorxurdu. Yəni nə idi? Keçmişdən söhbət gedirsə 43B. 44-ə baxırıq. Yesterday görürəmsə, cavabım ya B-dir, ya C-dir. B-ni götürmərəm, U-ya görə C-ni götürərəm. U ilə were gəlir. 45-ə bax. 45-ci testə baxaq. Last Monday görürəmsə, last artıq nədir? Keçmişdən söhbət gedir. Mənim bir dənə cavabım qalır C variantı. İndi burada bəzi suallar olacaq ki, nəyə görə C? Çünki William və məndən söhbət gedir. 2 nəfərdən söhbət gedirsə, were gələcək. Sonra 46-cı testə baxırıq. 46-da burada deyir, mənim valideynlərim çox qürurludur. Yəni, burada keçmişdən söhbət getmir də, are olacaq. Deyir, mən bütün imtahanları keçdim. Fəxr edirlər mənimlə, çox qürurludular, abəndi. 47-yə baxırıq. 2 il əvvəl görürəmsə, artıq cavabım ya B-dir, ya C-dir. C-dir cavab. Nəyə görə? Daughters, yəni qızlarımdan, cəmdən söhbət gedir. Sonra. İndi isə 48-ə baxırıq. 48-də uşaqlar hardadır sualını verəndə həmişə indiki zamanı düşünəcəyik. Uşaqlar hardadır? Həm də cəmdən söhbət gedirsə A-nı götürə bilmərik. Ya B-dir, ya C-dir. Cümlənin sonunda görürəm ki, 5 dəqiqə əvvəl bağda idilər. Deməli, nədir burada 48-də? B variantı. Çünki uşaqlardır yaxı, were götürəcəyik. 49-a gəldik. 49-da baxırıq. Deyir, mənim cümlənin yenə də axırına baxıram ki, 2 gün əvvəldən söhbət gedirsə və mənim dostlarımdırsa cəmdədir. A, B gedər, qalır C. Yəni 50 qaldı. 50-ci testə indi baxırıq. Bugün hava gözəldir. Bugündən söhbət gedirsə is olacaq. Amma vergüldən sonra görürəm ki, dünən var burada was. Həm də hava sayılmadığı üçün həmişə xəbər təkdə gəlir 50A.